Bugün sizlərlə ədədi silsilələrdən test izahlarına başlayırıq bu videoda. Deməli, mövzumuz ədədi silsilədir, lakin yeni nəşr test toplusundan DİM-in yeni nəşr test toplusu birinci hissə. Gəlin başlayaq birinci sualdan və deyim ki, həm abituriyentlər, həm müəllimlər, həm müdavimlər üçün bu izahda ola bilər ki, bəzi sualların hansı ki sadə olan qismini keçdim. Məsələn, 2 dənə eyni tip sual varsa, biri çox sadədirsə, birini həll edəcəm. Yəni bu belə bilirəm ki, heç kəs üçün problem olmaz. Başlayırıq birinci sualdan. Birinci sualda deyir ki, A1 15-dir. D-miz də 4-dür. A5-in cavabını istəyir bizdən. Deməli, A1 15, D-miz də 4. A5'in necə açılışını yazacaqsınız? A1 plus 4D kimi. Gətirib A1'in yerinə 15 yazın. 4 vurulsun, D'nin də yerinə 4 yazın. 31 elədimi? Bəli, cavab A bəndi. Silsilə fərqini soruşur. Ardıcıl verilən hədlərdə silsilə fərqi necə tapılır? Sonrakı həddən əvvəlki həddə çıx. İstəyirsən 7-dən 5-i çıx. Heç fərq etmir. Cavab nə verəcək? 2. A1'i soruşur 3-cü misalda. 3-cü misalda deyir A3 56'dır. D də 9'dur. A1 istəyir sizdən. Baxın, A3'ün açılışını yazsanız A1 üstə gəlinsin 2D olur. Və bu bərabər 56'ya. D'nin yerinə gətirib 9 yazsanız A1 üstə gəlinsin 18 bərabər 56. A1 də bərabər 38. Doğru cavab D variantı. Keçirik 4-cü suala. D lazımdırmı sizə? Bəli. D'ni tapmaq üçün -8-dən -5-i çıxıram. Bu verəcək mənə -3. 9-cu həddi soruşur bizdən. A9 nəyə bərabərdir? A1 üstə gəlinsin 8D'yə. Və A1'in neçədir? -5. D neçədir? -3. -24 o da -5. -29 edər C variantı. 5 onun tipində olduğu üçün 5'i yazmıram. Keçirik 6'ya. Deyir A3 verilib bizə 9. D də verilib 3. Bizdən tələb edir ki, A1'i tapaq. Necə tapa bilərik? A3'ün açılışını yazaram. A1 üstə gəlinsin 2D. Neçədir? 9. D'nin yerinə 3 yazıram. A1 bərabər olacaq 6. Çıx 9 çıx 6 3'ə. A1'i mi soruşurdu? Bəli, 3'dür. Keçək 7'yə yaxşı. 7'yə baxaq. 15-ci həddi istəyir. A1 də var, D də var. Bu əslində çox bəsit suallardır bunlar. İlkin başlayanlar üçün. Yəni, dərsdə əgər ədədi silsilənin izahı olubsa, bunu başa düşmüsünüzsə rahatlıqla. Bu problem deyil. A1'in yerinə A1 plus 14'dir. A1'in yerinə 39, D'nin də yerinə -3 yazın. Bu da edəcək -42, 39, -3. Cavab C variantı. Keçirik 8-ci suala. Ədədi silsilənin birinci həddi 5'dir. 3-cü həddi isə 17'dir. Silsilənin ikinci həddini tapın. Bax, burada nəyə fikirləşin? Ədədi silsilənin xassəsi var. Burada bir-bir D'ni falan tapmağa vaxt itirməyin. Ədədi silsilənin biz dərslərdə xassəsini necə deyirik? Deyirik ki, ədədi ortada A2 yerləşirsə, ondan eyni uzaqlıqda duran hədlərin cəminin yarısıdır. Yəni 5 ilə 17'ni toplayıb 2'yə böləndə cəminin yarısı alacaqsınız. Cavab A variantı. 9-cu sualda A1 verib 2'dir. A2 verib 4'dür. A4 istəyir. A4'ü necə açarsınız? A4'ü təkcə A1 ilə yox, A2 ilə də açılış yaza bilərsiniz. A2 plus 2'dir. Amma deyəcəksiniz, müəllim, nə ilə yazsam da D lazımdır mənə. Ardıcıl 2 dənə hədd. D-ni necə taparsan? 4 çıx 2, 2. Bu da eləyəcək 8. Cavab 8 harada var? B variantında. Növbəti 10-cu sualda o tipdə həll olur. 11'ə baxaq. Hansı ki suallar orta səviyyəlidirsə, onun ikisini də yazacağım. A7'nin açılışı nədir? A1 plus 6'dır. A1 neçədir? 2. D neçədir? 3. 18 üstə gəl 2, 20 edər B variantı. Davam edək. 12-ci sualda ilk 8 həddinin. Deməli, siz burada hansı düsturdan istifadə edəcəksiniz? A1 üstə gəl A-N, böl 2, vur N. İndi fikir verin. Birinci həddiniz -2. N'inci həddin yerinə artıq siz 8-ci ilk 8 həddinin, hətta istəyirsiniz gəlin düsturu yazım elə tapaq. A1 üstə gəl A8 böl 2 vur 8. N'lərə 8 yazırıq.
A1 mənfi 2-dir. A8 19-dur. Bölürəm 2-yə vururam 8-ə. 17-ni də 4-ə vuranda 68 edər D variantı. Növbətində baxın, 6-cı həddini verib ilk 6 həddin cəmini soruşur. S6 nəyə bərabərdir? A1 üstə gəlinsin A6 böl 2 vur 6. A1'imiz 2-dir. A6'ımız mənfi 22'dir. Böl 2 vur 6. Bu da eləyəcək mənfi 60. B bəndində doğru cavab var. Deməli, fikir verin 14-cü testdə sizə nə verib? A10'u verib 12. A12'ni verib 16. A11 burada eyni uzaqlıqda yerləşən həddi soruşur. Buna da bir vahid uzaqlıqdadır, buna da. Ədəd orta xassəsindən istifadə edirik. Bunu yazırıq 12 üstə gəl 16 bölünsün 2. 28'i 2'yə bölürəm 14. Keçirik 15-ci suala. 15-ci sualda yenə də A13'ü soruşur. Baxın, A13 bundan yenə də eyni uzaqlıqdadır. Onda yazacaqsınız A13 bərabərdir 4 ilə 18'i topla böl 2'yə. Bu da verəcək 11. Cavab B variantı. Ədədi sizdən birinci həddini istəyir. Baxın, A5'i verib sizə 12, A25'i verib 52. Necə taparsınız birinci həddi? Gəlin D-ni tapaq ilk öncə. D-ni necə tapıram? 52'dən 12 çıxıram. İndeksi böyük olandan indeksi kiçik olanı çıxıram. İndeksləri də çıxıb məxrəcə yazıram. 20 bura, 0, 40 da bura. 2 eləyəcək D-miz. A1 mi lazımdır sizə? A5'in açılışını yazın. A1 plus 4'də bərabər 12. A1'in yerinə, D-nin yerinə 2 yazın. D-nin yerinə 2 yazsanız nə olacaq? 8, 12. D-də A1 də bərabər olacaq 4'ə. Harada var? B variantında. İkincidə D-ni soruşur. Baxın, həm 17, həm 18-də D-ni soruşur. İstəyirsiniz 18'i eləyin, burada mənfi ilə alınacaq. D bərabərdir. A9'dan çıxırsınız A5'i. İndekslər fərqində yazırsınız məxrəcə. 7 onda 9'dan çıxırsınız 13 onda 1'i bölürsünüz 4'ə. Deməli 2 mənfi eləyəcək. 12 çıxıb mənfi 5'dən onda 2. 5'dən onda 2 də 4'ə böləndə mənfi 1'dən onda 3. Bax 17-ci testdə uşaqlar eynən bu formada. 19-cu testdə D-ni soruşur. D-ni necə taparsınız? A15 çıxa 6 bölünsün 15 çıxa 6. 81 bölünsün 9. Bu da eləyəcək 9. Növbəti, o da onun kimi olacaq. D-ni soruşmurmu? A13'dən A4'ü çıxsanız, 13'dən də 4'ü çıxsanız, 72 yuxarıda 9 da aşağıda, D-si eləyər 8. 21-ci suala baxırıq. Kök altda 2, 2 kök altda 2. Buradan D-ni tapa bilərsinizmi? 2 kök altda 2'dən kök altda 2 çıxın. Bir dənə kök altda 2. A3'ü soruşur sizdən. A3 necə tapılır? A1 plus əslində elə kök altda 2 əlavə edəcəksiniz də onun üzərinə. Sadəcə mən bu şəkildə yazıram. A1'imiz kök altda 2'dir plus 2 kök altda 2. Cavabımız edər 3 dənə kök altda 2. Cavab burada var. Növbəti suala baxırıq 22-ci. 22 ilə 23 eyni tipdir. Bunun birini yazacağım. 23 yazaq. Deməli A2 ilə A19'un cəmi verilib ki, sizə 10'dur. İlk 20 həddinin cəmini istəyir. Bax, bunu mən sizə birbaşa da deyə bilərəm. İlk 20 həddinin cəmini əvvəl yazaq. 2A1 plus 19 deyib bölünsün 2, vurulsun 20. 2 ilə 20 getdi, burada qaldı 10. İndi siz fikir verin. Bu A2'nin açılışı necədir? A1 plus 1'dir. A19'un da A1 plus 18'dir. Bunu bir dənə toplayaq. Neçə A1 edir 2A1? Neçədir? 19'dir. Nəyə bərabər imiş cavab? 10'a bərabər imiş. Gətirin bura 10 yazın. 10 vur 10. Sualımızın cavabı 100. Bax, eynən 23'ü də, 22'ni də bu şəkildə edəcəksiniz. Keçirik 24'ə. Deməli 24-cü testdə ilk 15-ci həddin verib 5'dir. İlk 29'u soruşur. Birincisi, əgər tək hədləri tapırsınızsa, tək hədləri tapanda belə bir düstur var ki, Sn əgər n nömrəsi təkdirsə, bu bərabərdir. Məsələn 29 dənə ədədin, hansı ki, belə deyək də, medianı hara düşür? 15-ci həddə düşür də. Yəni bu A15 vurulsun 29 deməkdir. Bunu 5 vur 29 kimi yaza bilərsiniz. Bu da eləyər hansı ki 100, o da 45, 145. Yəni bunu bu düsturu belə yaza bilərəm ki A n dənə nömrənin təkidir. N plus 1 bölü 2
vurulsun, deməli nəyə bərabərdir? N-ə. Yəni n neçədirsə o. Və bu düsturu yaza bilərik. Amma yox müəllim, mən bu üsulla başa düşmürəm. Mənə daha sadə, daha bəsit üsul desəz, A6-mız 3-düsə, ilk 11 həddini soruşmurmu? Açılışın yazın sadəcə. 2A1 plus 10-dir. Böl 2 vur 11. Yazdınız. Məncə bəzi abituriyentlərə bu üsul daha rahat gələr. Çünki bu düsturdan çox istifadə edirlər. O düsturu görməyə bilərsiniz. A1 plus 5'dir. Nəyin açılışıdır A6'nın? Vur 11'e. Zaten bu düsturda buradan yaranır. 3 vur 11 cavab eləyər 33. İstəyirsiniz bu yolla hər ikisini həll edə bilərsiniz. Baxır, həll eləyən belə deyək ki, hansı qayda daha rahat gəlir. Hansı artılıq ədədi silsilədir? Ədədi silsilə hər sonraki ədədən əvvəlki ədəd çıxanda eyni olmalıdır. 8-dən 5-i çıxdınız 3. Amma 13-dən 8-i çıxanda alınmır. Baxın, elə bir artılıq tapaq ki, düz gəlsin. Baxın, D bəndində düz gəlir. 12-də 7-dən 1 çıxan, 12-də 1 çıxanda 12-də 6, burada da 12-də 6. Deməli, D variantı ədədi silsilədir. Gəlin bura baxaq, görək burada hansı ədədi silsilədir. Deməli, 6-dan 3 çıxanda məsələn 3 edir, amma ondan 6 çıxanda 4 edir, getdi. Baxın, 0.7-dən 0.2 çıxın, 0.5. 1.2-dən 0.7 çıxın, 0.5 A variantı eləyəcək, doğru cavab. Bu belə. Keçirik növbəti 28-ci suala. 28-ci sualda deyir ki, bizə A1-i vermişəm sənə 15, D-ni də vermişəm sənə 4. A6-nı istəyirəm. A6-nın açılışı necədir? A1 üstə gəl 5 deyir. A1 üst neçədir? 15-dir. A1-in yerinə 15 yazıram. D-nin də yerinə 4 yazıram. 35 eləyər. Doğru cavab A variantı. 29-cu suala baxıram. 29-cu sualda A6-nı verib -10. D-ni də verib -4. A1 istəyir. Götürün A6-nın açılışını yazın. A1 plus 5 edərmi? -10'dur. Aparın A1'in yoxdur da qiyməti. D-nin yerinə -4 yazın. -20 bərabər -10. Buradan uşaqlar A1 nəyə bərabər olacaq? -10 üstə gəlir 20. Hətta bax, videonu bəzi abituriyentlərə də əsas mənim bu fikirlərim. Videonu saxlayıb bəzi yerlərdə özünüz yazmağa çalışın. Mən misalı bir yerə qədər gətirirəm. Bu şəkildə işləsəniz, yəni konkret olaraq videodan tapşırığı yazmaq hamısını, bu belə deyim, o qədər də düzgün olmaz sizin üçün, nəticə ala bilməzsiniz. Videolardan tapşırıq yazacaqsınızsa, bir müəllim kimi sizə məsləhətim olar ki, videonu saxlayın. Baxın, mən məsələn yazıram A1 plus 5 de -10. Sən əgər başa düşürsən ki, bunun gerisi müəllim D-nin yerinə -4 yazıb hesablayacaq, saxla videonu və davam elə özün artıq. Bunu da belə səmimi şəkildə deyim hər birinizə. Müsbət 10. Bu da cavab olacaq D variantı. Ardıcıllığın düstur verilir sənə. Nə biləcəksən ki, ədədi silsilədir ya yox. Məsələn, birinci düsturu yazıram. 5 bölün. Uşaqlar, bunun 3 dənə həddini tapın. Birinci həddinə verir 5. İkinci həddinə verir 2,5. Üçüncü həddinə verir 5 bölü 3. Axı, baxın, indi hədləri bir-birindən çıxın. 3'də 5'dən bunu çıx, bundan bunu çıx. Gör verirmi ki? Xeyr. Məsələn, bir də düstur götürək. D bəndini yoxlayıram. Bunu bilirəm artıq hansı variantda. Sadəcə sizə görə yoxlayıram ki, ayxayın olasınız ki, hansı variantı müəllim necə tapdı. A1'imiz 2 vur 3 6'dır. A2'miz yerinə 2 yazaq. 9 2 18'dir. Üçüncü həddini tapanda 27 9 üçün 27'dən 2'ye vuranda 54. İndi baxın. 18'dən 6 çıxanda 12 eləyir. Amma 54'dən 18 çıxanda fərq. Bu alınmayacaq artıq. Burada məsələn C bəndini bir dənə yoxlayaq gəlin bərabər. A-ın bərabər 2 minus 3 bölünsün 5'dir. A-nın yerinə A1 yazaq. 1 yazanda edəcək -5'də 1. N'in yerinə 2 yazaq. 4'də 5'də 1. N'in yerinə 3 yazaq. Eləyəcək 5'də 2. Bir çıxın baxın. Bax bundan deməli bir dəqiqə 6'da 3. 6'da 3'dən 5'də 3'dən 5'də 1 çıxanda 5'də 2 eləyir. 5'də 1'dən -5'də 1 çıxanda bu da 5'də 2 eləyir. Əgər çıxanda eyni ədədi verirsə, deməli biz tapmışıq. Variantımız nə variantı olacaq? C variantı. Davam. Növbəti suala baxaq. 31'də yenə deyir ədədi silsilədir. Baxın, məsəl üçün A bəndini yoxlayırsan. Yenə də deyirəm, ilk 3 həddini tapsan, birinci həddini tapsan, N'in yerinə 1 yazasın. 2'də 1 0,5 eləyir. 3'ü çıxanda -2,5.
Mən şifahi hesablayıram indi. 2 bölü 2 1 mənfi 2. 3 yazaq yerinə. 3 bölü 2 1,5. 1,5-dən 3 çıxanda mənfi 1,5. İndi baxın. Mənfi 1,5-dən mənfi 2 çıxsa 0,5. Mənfi 2-dən mənfi 2,5 çıxsa o da 0,5. Elə bu verdiğim variant deməli bu olacaq. Növbəti 32-ci suala baxaq. A50 bərabərdir mənfi A20-yə göründüyü kimi. A50 ilə A20-nin cəmi nə verməlidir? 0. İndi gəlin baxaq. A50 ilə A20 indekslər cəmi görürsünüz 70 edir. Yəni, baxın, elə bir hədd tapa bilərik biz bunlara eyni uzaqlıqda. 35-ci hədd, yəni bu ikisinin yerinə 2 dənə A35 yaza bilərəm mən. Niyə? A35 bərabərdir A50 ilə A20-nin cəminin yarısı. İndeksləri cəminin yarısı görürsünüz 35 edir. Yəni 35-ci hədd. Amma bunu desəz ki, müəllim, mənə bu üsul çətin gəlir. Açılışların yazın. A1 plus 19'da bərabər 0. Və görürsünüz 2A1 plus 68'dir. Bu biraz uzundur artıq. A1 plus 34'də bərabərdir 0'a. Deməli, 0'a bərabər olan həddin nömrəsi 35 imiş. Yaxşı, ikincini gəlin o daha qısa yolla həll eləyək. 33'də deyir ki, A80 bərabərdir mənfi A20-yə. Keçirdin A20-ni bu tərəfə. A80 üstə gəl A20 bərabərdir 0'a. 80 ilə 20-yə eyni uzaqlıqda ədəd orta tapırsınız uşaqlar. 80 ilə 20-nin ədəd ortası 50-dir. Həqiqətən də A50-ni tapan şagird A20 ilə A80-ı toplayıb yarıya bölə bilər. Çünki A50 ikisinə də eyni uzaqlıqdadır. Yəni şagird bunun yerinə yaza bilər 2 dənə A50. Və bu bərabərdir 0'a. A50 0 edər. Həddin nömrəsi 50-dir. Növbəti 34'ə baxaq. İlk 11 həddinin cəmini istəyir. Bu bəsit bir cəm düsturu. 2A1 11 həddi soruşursa gəlin bir dəfəmlik 11'i yazaq. 11'dən 1 çıxırsınız. 10 dənə D böl 2 vur 11. A1'in neçədir? Mənfi 3. D neçədir? 1,2. Böl 2 vur 11. 12'dən 6 çıxanda 6, 6'nı 2'yə böləndə 3, 33 eləyəcək doğru cavab. Növbəti 35'də də ilk 13 həddinin cəmini istəyir. Orada hesablaya bilərik. Məncə düstur rahatdır çünki. A17'ni verib sizə 17. A13 ilə A21'in cəmini istəyir. Burada mən sizə bir başa deyə bilərəm. 13 ilə 21'in cəmi 34'dür. İndeks 17'dir, 2 mislidir. Cavabda cavabın 2 misli olacaq. Amma gəlin açılış yazaq. A1 üstə gəl 12'dir. Bu məsələn abituriyentlərimiz ola bilər ki, bunu daha rahat başa düşsünlər. Onları da düşünərək bunu yazıram. 2A1 plus 32'dir. Buradan da 2'ni çıxarın. A1 plus 16'dir. A1 plus 16'dir. Nəyin açılışıdır əziz abituriyentlər? A1 plus 16'dir. A17'nin düzdürmü? 2 vur 17 cavabda 34. Amma yenə də deyirəm. Mən hər misalı görürsünüz. Birin bir yolla, birin bir yolla həll edirəm. Hansı şagirdə hansı üsul daha asandısa onu seçim edər. 37-ci sualı A5 ilə A27 8,4'dür. A16'nı mı soruşur? Sən indeksinə bax. A5 A27 neçə edir? 32. Sən başa düşməlisən ki, indeksləri cəmi 32 edirsə, A16 ilə A16'nın da cəminin indeksi 32 edir. Toplayanda indeksləri cəmi bərabər olan iki həddin cavabı da bərabərdir. Yəni bu da 8,4'dür. Amma bircə dəqiqə sizdən A12'ni soruşmur. Tək A16'nı soruşur. Onda yazın belə. 2 dənə A16 bərabərdir 8,4. A16'nın birini soruşur da. Biz ikisinin cavabına 8,4 deyirik. Bu da eləyəcək 4,2. Y variantı. Ya da istəsəniz açılış yazın biraz əvvəl etdiyim kimi. 38'ə baxaq. S20 vermiş sənə. S20'nin bir açılışını yaz. 2A1 üstə gəl, 20'dən 1 çıx, 19 deyib, böl 2 vur 20. Nəyə bərabərdir? 670'ə. Sənə D-ni verilmiş mi? Vermiş, 3'dür. 2A1 plus 57 böl 2 vur 20. 620 ilə 2 getdi 10. 2A1 plus 670'i 10'a böl. 67. Buradan da A1'i tap 5. Hansı variantda var? A variantında.
Növbəti 39-cu sual. 39-cu sualda S20-ni verir. S20-nin açılışını yaz. A 2A1 plus 19D bölü 2 vur 20. A1'in bu cavab 480-dır. 20 ilə 2 getdi, nə qaldı? 10. 480-ı 10-a böl. Bu eləyəcək neçə? 48. Axı sənə A1-i verib, gətir A1-i 5 yaz yerinə. 10 üstə gəl 19 bərabərdir 48-ə. D də bərabərdir 38-i 19-a böldükdə 2. Olacaq A variantı. Növbəti suala baxaq. Bunlar elə köhnə test toplusunda da olan suallar. Dəyişiklik yoxdur hələ ki. İndi dəyişik sualını deyəcəm. A1-i verib 3. A7-ni verib -9. Silsilənin -29-a bərabər olan bilmirik hansısa həddi -29-a bərabərdir. Nömrə istəyir. A-nin açılış düsturunu yəqin ki bilirsiniz. -29. A1-imiz neçədir? 3. Nömrə yoxdur, bilmirik. Gəlin D-ni tapaq. İxtiyari ardıcıl olmayan iki həddə nömrənin D-ni necə tapırlar? -9-dan 3-ü çıxırsan. İndeksləri də bir-birindən çıxırsan. Eləyir -12 bölü 6. Cavabımız -2. Gəlin hesaba taparaq. -2 vurulsun. N çıx 1. -29-dan -3-ü çıx. -32. N çıx 1 bərabər 16. Nömrədə neçə eləyər? 17. E variantı olar. Doğru cavab. Davam. 41-ci sualda. 41-ci sualda silsilənin -192-yə bərabər nömrəsini istəyir. Yenə eynən eyni sual, ədədlər fərqli. -92. A1-imiz neçədir? -2. Nömrə yoxdur. Gəlin D-ni tapaq. -192-dən çıxın -2-ni. Nömrələri də bir-birindən çıxın. Bu 19 elədi, bu da -190. D-imiz eləyəcək -10. Gətirin D-nin yerinə -10 yazın. -92-dən -2-ni çıxanda -90 eləyir, düzdürmü? -90. 90-ı -10-a böldünüz 9, indi 10. Harada var o? C variantında var. Davam, 42-ci suala baxırıq. 42-ci sualda A1-i verib sizi, A11-i verib, yox, A11-i soruşur. S21 verib 105. Baxın, ədədi silsilə elə də çətin bir dərs deyil. Əgər sən qaydaları, nizamı öyrənmisənsə və düsturları bilirsənsə. S21-in açılışını yaz. A1, 2A1 plus 20D böl 2 vur 21. Bunu 2-ni mötərəzə xaricinə çıxart. A1 plus 10'da. 2'ləri ixtisar apar. A1 plus 10'da nəyin açılışıdır? A11'in. A11 vur 21 bərabər 105. 105'i 21'e böl A11 5. Cavab A variantı. Deməli, ardıcıllıqda siz belə bir düstur öyrənmişsiniz. Hansı ki, A-n bərabər S-n çıx S-n minus 1. Səndən A7-ni istəyirsə, sən S7-dən S6-nı çıxsan kifayətdir. Apar düsturda n-lərin yerinə 7 yaz. 7 2'nin 14, 7 minus 1. Apar 6 yaz. 6 2'nin 12, 6 minus 1. 14'ü vuranda 6'ya 84. 12'ni vuranda 5'e 60. Doğru cavab nə qədər eləyər? 24. C variantı. Növbəti sualda eynən onun kimi A5'i tapanda yol göstərişini deyirəm. S5'dən S4'ü çıxın. Özünüz hesablayın ki, bunun sizə faydası olsun. S9'u 72 verir. A5'i istəyir sizdən. S9'un, baxın yenə də deyirəm, kim istəsə bu düsturdan yazar. Nömrələr tək olanda A-n plus 1 bölünsün 2 vur nömrə n. Bizə bax belə bir düstur var. Yəni S9 bərabərdir. 9 dənə həddin medianı A5'ə düşür. A5 vurulsun 9 deyə bilərsiniz. Bu 72'dir. 72'ni 9'a böləndə görün nə asan tapılır. Amma yox, müəllim, mən o düsturu bilmirəm, onu əzbərləmək istəmirəm desən, məcbursan bunu yazasan, açılışı ora gətirəsən. 8'dir, böl 2 vur 9 bərabər 72. Buradan 2'ni çıxardarsan, A1 plus 4'də. 2'lər gedər. A5 bərabərdir 8'ə. Buradan tənlikdən çıxar. Yəni seçim sizindir. S21. S21 yenə təkdir. Mən bunu cüt nömrələrdə eləyə bilmərəm. Amma S21'i yazaram. A11 vurulsun 21. Bunu belə yazmaq olar. Və yaxud da necə demişdi? S21'in açılışını yazıram. 2A1 plus 20D
Böl 2 vur 21 bərabərdir neçəyə? 42-yə. 2-ni çıxardırsan A1 plus 10'dur. Getdi bunlar. A1 plus 10 nəyin açılışıdır? A11'in. Bu da A11 bölüb buradan bəlli olur ki 2'yə bərabərdir. Davam edək. 47 nömrəli sualı. Əgər daha bəsit qayda istəyirsinizsə, indeksləri cəmi toplamadan, bunların bir-bir açılışlarını yazın. A1 plus 2'dir. A1 plus 3'dir. Yəni, məncə bunun bütün şagirdlərin bildiyi bir şeydir. A1 plus 5'dir. 4'dir. Bərabərdir 18'ə. Neçədən A1? 3'dən A1. 2, 3, 5, 9'dur. Bərabər 18'ə. Hər tərəfin 3'ə böl. A1 plus 3'dir. Bərabər 6'ya. A1 plus 3'də nəyin açılışıdır? A4'ün 6'dır. Yaxşı müəllim, bu birinci üsulu yazdın. Başqa bir üsulu var mı desən? Başqa bir üsul da deyək. A3 üstə gəl A4 üstə gəl A5. 18'dir. Baxın, A3 ilə A5 var ha. 2 dənə A4 deməkdir. Niyə indeksləri cəminə baxın? 8, 8, bunların da cəmi 8. Bir dənə də A4 burada var. Onda neçə dənə A4? 3 dənə A4'dir. 18'dir. A4 də 6'dır. Bu da olar. Davam edək 48'ə. S17'ni vermiş sizə 34. S17'nin açılışı necədir? 2A1 plus 16'dır. Böl 2 vur 17 bərabər 34'dir. Gəlin görək buradan nə alırsınız? 2'ni çıxardarsınız. A1 plus 15 18'dir. Böl 2 vur 17 bərabər 34. A1 plus 8'dir. A9'un açılışıdır. A9'unuz 2'dir. Bunu saxlayın kənarda. Videonu saxlayıb yaza bilərsiniz. Mən bunu silirəm. Daha sonra sizdən soruşur ki, bax 48-ci sualda A4, A10 və A13'ün cəmin tap. Baxın, burada nəyə fikir vermək lazımdır? Bunların hamısının cəmi 27 eləyir. Bunların hamısının cəmi eləyəcək 27. Yəni, belə deyək də, A4, A10, A13. Onda bunu necə yaza bilərik? Məsələn, A9 eləyirsə, bunun yerinə yaza bilərəmmi ki? A9, A9, A9. Bir fikir verin. 3 dənə A9. Mümkün olar. Çünki onun da indeksi cəmi 27 edir. Siz də bunu axtarırsınız da. Hərəsinin yerinə bir dənə 2 yazın. Cavab edəcək aldı. Yox, bu üsulu istəməsəz, bu daha bəsit üsuldur, mənə elə gəlir, bu xoşunuza gələr. Onda götürün açılışlarını yazın. A1 plus 3'dir. A1 plus 5'dir, 9'dur. A1 plus neçədir? 12'dir. Heç nə belə də yazsanız alınacaq. 48'dən sonra keçdik 49'a. İlk 10 həddinin cəmi. İlk 10 həddinin cəmi necə də yazıla bilər? 2A1 üstə gəlinsin 9 vurdu. Böl 2 vurun. Sizdə A4 var 12, A7 var 18. Gəlin ilk öncə D-ni tapaq. İxtiyari 2 həddi bir-birindən çıxırsan, indeksləri fərqində məxrəcə yazırsan. 3 burada, 6 burada. Deviz elədi 2. A4'ün açılışını yazın. A1 topla 3'dir. Neçədir? 12. Ax, siz D-ni 2 tapmısınız. D-nin yerinə 2 yazın. A1 də mənfi 4'dür. Hə, indi artıq hər şey var. Aparaq yuxarıda yerinə yazaq. 2 vur mənfi 4. Üstə gəl. 9 vur. D neçədir? D'miz də D'miz neçə idi? Baxaq 2. Böl 2 vurun. Bunlar getdi 5. 18'dən 8 10. Cavab eləyər 50. Bizdən nəyi soruşurdu? İlk 10 həddinin cəmin. Baxaq görə burada neysə xətaylı elədik bəlkə. Deməli D'miz 2 çıxdı. 2-nin 6. 2-dən 6 çıxdıq. A1'imiz mənfi 4. Düzdür. Mənfi 8. 18'dən 8 çıxdıq. 10. Onu 5'ə vurduq 50. Burada nəyi xəta eləmişik? Baxaq görə. A4'dən açılışı. D-ni düzmü tapmışıq? D-ni bəli. Düz tapmışıq. A4'ün açılışı da bir dəqiqə. Görürsən, burada böyük bir xətamız olub. Biz burada 12 yazmaq əvəzinə 12 yazmışıq ona görə. 12 çıx, 3-nin 6. 6 eləyəcək A1. Hə, indi doğru olar. 2 vur 6, üstə gəl 9 vur olsun 2, bölünsün 2 vur 10. 18, 18, bu da 12, 20, 18,
Bu da 12, 30, 35'e vuranda 150 var cavabda D variantı. Baxırıq 50-ci suala. 50 deyir ki, 7-ci həddi 21-dir. 50-ci sual. Sonra ilk 7 həddinin cəmi 105-dir. Bu silsilənin birinci həddini tap, D-ni tap. Mənim ağlıma ilk gələn nədir? S7-nin açılışı. Necə yazaram? A1 topla, bu düsturla yazıram. Çünki A7 də var. Böl 2 vur 7 bərabər 105. A1-in yoxdur, tapmaq istəyirsən. A7-in yerinə 21 yaz. Böl 2, 105-i 7-yə böləndə 15. Buradan tənasüb kimi həll eləyəndə A1 plus 21, 30, A1 9. İndi A7 D lazımdır sizə. Baxın, A7-niz var, A1-iniz var. 21-dən 9 çıxın, 7-dən də 1 çıxın. İndeksdən çıxırsınız, həddən. O da eləyəcək 2. D-si 2-dir, A1-i də 9-dur. 9, 2 hansı variantda var? C variantında. Keçirik 51-ə. Deyir ki, A1-viz 51-ci sualda -5/6, A2-viz də -4/8. İlk öncə onu deyim, bunun D-sini tapa bilərik də. -4/8-dən çıx -5/6-nı 0,8. Səndən 16 ədədi bu silsilənin neçənci həddidir deyir. 16 ədədi bilmirəm, nömrəcə neçənci həddidir. A1 üstəcə. Nömrə çıx 1 vurdu, bərabər 16. A1 -5/6. Nömrə yoxdur. D-miz də 0,8. 16-nın üstə 5/6 gələndə 11,6. 11,6-nı gəlin bölək 8-ə. Yəni 116-nı böldük düzdür 8-ə. Görək düz bölünürmü? Yox, bağışlayın. 21,6. Hə? Düz hesablamamışıq. 2 dəfəsi 16, 56, 27. İndi eləyəcək 28. Bizdən nəyi soruşur? Bir dəqiqə baxaq. Hə, bizdən elə bu həddi soruşur. 51-ci suala baxırıq. 52 daha doğrusu. 52-də baxın. Bunu verib ilk 20 həddinin cəmi. İlk 20 həddinin cəmi 52-ci tapşırıqda necə tapa bilərik? 2A1 üstə gəlinsin. 19 vurdu. Böl 2 vurulsun 20. Deməli, A4, A5. İndi burada bir şeyə fikir verin. 4 ilə 17-nin cəmi 21 eləyir. 5 ilə 16-nın cəmi də 21 eləyir. Onda belə çıxır ki, A4 ilə A17-nin yerinə elə bilin ki, belə deyək də, A4 ilə A17-nin də yerinə, A5 ilə A16-nın da yerinə bu indeksləri 21 eləyir. Yəni bunlar bir-birinə bərabərdir. Hansı ki, yəni A4 üstəgəl A17 bərabərdir A5 üstəgəl A16-ya. Yəni bunun birini digərindən rahatlıqla əvəz eləyə bilərsiniz. İndi baxaq. Və bunların neçə dənədir? 2 dənədir hərəsindən. Onda 2 dənə A4 ilə A17 yazıram. Hansını yazsanız fərq eləmir mötərizənin içərisində. A4 ilə A17-nin cəmi nə qədər elədi? 20. İndi əslində bu düsturla da hesablamaq olar. Daha bunu mən silim ikinci düsturu yazım. Çünki ikinci düsturla baxıram ki, daha rahat gedərik. Mən də sizə ən sadə qaydanı demək istəyirəm. İlk 20 həddinin cəminə A1 üstə gəlinsin A20 böl 2 vur 20 yazın. Baxın, 4 ilə 17-nin cəmi indeksləri 21 eləyir. 1 ilə 20-nin də cəmi 21 eləyir. İndeks cəmi bərabər olanın öz cəmləri də bərabərdir hədlərdə. Bu da eləyəcək 200. Hansı variantda var? C variantında var. 53-cü suala baxırıq. 53-cü sualda S4-ü soruşur. S4-ü necə açarsınız? A1 üstəgəl A4 bölünsün 2 vurulsun 4. Deyəcəksiniz, mənim niyə deyili düsturdan istifadə etmədiniz? Çünki mən istəyirəm ki, burada hədləri birbaşa tapın bu düsturdan. A1-i tapsanız 5 vur 1 üstəgəl 7 bölü 3, 12-ni 3-ə böləndə 4. A4-ü tapın 5 vur 4 üstəgəl 7 bölünsün 3, 27-ni 3-ə böləndə 9. Deməli 4 üstəgəl 9 böl 2 vur 4. 4 ilə 2 getdi 2, 13-ü 2-yə vuranda 26 eləyər. Doğru cavab A variantında var. Baxırıq 54-cü suala. Düsturu ilə verilən silsilənin fərqini tapın. Baxın. 54-cü test tapşırığını həll eləyənlər. Bunlar hələ ki köhnə test toplusunda olan suallarımızdır demək olar ki hamısı. Əvvəlcə n-in yerinə 1 yazın. Yəni S1-i tapın. 6 çıx 3. Eləyəcək 3. Yadda saxlayın. S1 ilə A1 deməkdir. Bir həddin cəmidir çünki. İndi S2-ni tapın.
6 vur 2 çıx 3 vurulsun 4 12 12 0 edir. S2 isə A1 ilə A2-nin cəmi deməkdir. A1-in neçədir? 3. 3 üstəgəl A2 bərabər 0. A2 nəyə bərabərdir? -3. Səndən nə istəyir? Sislərin fərqini istəyir. D-ni necə taparsan? -3-dən çıxarsan 3-ü. Eləyər -6. C variantında doğru cavab var. 55. D-si 4-dür. A12-si 280-dır. İlk 16 həddin cəmini tapın deyir. S16-nı istəyir. S16-nı 2A1 plus yaza bilərik 15 vurdu. Böl 2 vur 16. D-viz var. A1-i tapağın. A1 üstə gəlinsin. 11 D kimi açıla bilərmi? Bəli. İndi aparıram. D-nin yerinə 4 yazıram. 44 bərabər 280. Bundan da bunu çıxaq. A1-i tapaq. A1-imiz nəyə bərabər olacaq? 6, 30, 236 eləmi? Heç bir şey artıq gətirib yerinə yazmaq lazımdır. A1-in yerinə 2 vur 236. 15-i də vururam 4-ə. Vur 8-ə. 236-nı 2-yə vurub 8. Məncə bunu artıq bu hesablama hamı üçün rahat bir hesablamadır. Bunu eləyə bilərsiniz. 57-ci suala baxıram. 57 bu videoda 60-a qədər olan testlərin izahı olacaq. Növbəti videoda da sislərin ardı biraz daha çoxdur. Ardının izahını verəcəm. 57-də deyir ki, ardıcıl hədləri olarsa. Baxın, əgər ardıcıl hədlərdirsə, biz nə danışmışdıq? Dərslərimizdə həmişə deyirik ki, ortada yerləşən hədd, yəni hər hansı bir hədd, ondan eyni uzaqlıqda duran hədlərin cəminin yarısıdır. X da 3 eləyər, cavab da çıxar Y variantı. 58. 3, X plus 7, 15. Ortada duran hədd 3 ilə 15-in cəminin yarısıdır. Yəni 9. X da 2 edər, D variantı. 59-a baxırıq. 143 ədədi bu sislərin neçənci həddidir? D-si neçədir bu sislərin? 5. D-si 5-dir mi? 5-dir. 143 həddi sislərin neçə? 143 bilmirik nömrə neçədir. A1 plus nömrə çıx 1 vurdu, bərabər 143. A1-imiz neçədir? 3-dür. Nömrə yoxdur. Nömrə yoxdur. D-miz 5-dir, 143. N-1 vurulsun 5 bərabər 143-dən 3 çıxdı, 140. 140-ı 5-ə bölün. 28. Endi 29 edər doğru cavabımız. 29 olacaq doğru cavab B variantı. 60. 60-dan 4.895 904 deyə bir silsilə verib. Gəlin birinci D-ni tapaq. 904-dən 895 çıxacaqsınız. 9 edər. Yəni 9 artaraq gedir. A1-imiz neçədir? 4. Hədlərinin sayını tapmaq nə məna verir? Hədlərinin sayını tapmaq o məna verir ki, siz nömrəni axtarırsınız. Əslində, nömrəni necə tapırsınız birbaşa? A-dən A1-i çıxırsınız, bölürsünüz. Deməli, baxın, düstur budur da, buradan alır. Açıqlamanı belə verim. Siz biləsiniz, M-1. Yəni, mən yazacağım düstur buradan alınır. Bölürsünüz, D-yə üstünə 1 gəlirsiniz. A-N axırıncı həddi neçədir? 904. Birinci həddi neçədir? 4. Böl D-yə neçə artır? 9. Üstünə də gəl 1-i. 900-9-a böləndə 101 dənə həddi var, belə olur. 61-ci sualda isə ilk 5 həddinin cəmi 61. İlk 5 həddinin cəmi S5 15-dir. 3-cü həddini soruşur. A3 sual. Necə yaza bilərsiniz? İlk 5 həddinin cəmini sadəcə tapın. 2A1 plus 4-də böl 2 vur 5. 15. 15-i 5-ə böldünüz 3. 2A1 plus 3-dir. 4-dir. Bərabərdir. Bölünsün 2 bərabərdir 3-ə. Hər tərəfinin buradan 2-ni çıxart. A1 plus 2-dir yaz. A1 plus 2 nəyin açılışıdır? Elə A3-ün. Bu da 3-ə bərabərdir. Doğru cavab olar 3.